Yere koymadan Nergis. Yere koyma. Boş kap koymuşam senin için. Boş kapa koy. He, ora koyarlar. Ha. Ver bunları anaya. Temizini verim. Ver. Ben veririm. Ah, burada ye. Yaxşı yere koyma. İşte koy ora. Aferin. Mada soyna. Heh, içini attın yere. Niye attın? Soyun. İstedi. Soyu ne istedi? Şey. Hı. Hı. Su. Salam canlar. Hər vaxtınız xeyir. Biz Nərgizlə getmişdik. Onsuz evi presoslayacağım. Allah ye, tök nə qədər yersən. Hə. Nərgizlə getmişdik. Kargom var idi, onu götürdüm. Bir iki şey aldım. Göstereyim. Ve qubqa aldım. Bir martdaq dükana girmişdim yine. Rəndə aldım. İndi bilmirəm. Buna oxşuyurdu. Oradakı YouTube'da çəkilənlər yer kökü salatı için bu arada axtarırdım. Bu da göstərir ki, bu da çıxardır. Ve iri gözüdür də. Məndə bundan var, amma xırda gözdür. Bilmirəm, heç yoxlamadım onda. Day ət çəkənin yadımdan çıxdı nəydi onun? Tərəvəz çəkən gözündən çəkəndə xırda çəkdiyinə heç adi əl çırpasında yoxlamadım. Bəlkə elə ondan da çıxarmış. Bir dənə salfetka götürdüm. Bunların hamısını bir matlıq dükkanından aldım. Peçenyeni marketten aldım. Soyunduq, töküldük bura. İndi bunları yığışdırmalıyam. Kargomu açaq. Burada Temu kargomdur. Şey yox idi. Kulok yox idi. Kargoda. Təzədən markete girib kulok almışam. Amma ki əlimdə sallana gətirməyim. Tutmağa yeri yoxdur axı. Sonra bu çay üçün olanlardan aldım yenə. Birin Aygün üçün almışam. Hər dəfə qaqaşa deyir. Onu da yadından çıxır almaq. Yoxsa heç ağlına mı gəlmir. Nəysə ki. Götürdüm birin ona, birin özümə. Elə bil məndə balacası var. Çay tökürəm. Böyükləri istəyirəm ki, içinə kək zat atmaq üçün. Bir saniye. Demək, indi kargomu açım göstəreyim. Burada Nərgizin paltarı var. Hə, ikisini birinə qoyub göndəriblər. Ona görə mən də fikirləşirəm ki, mənim 2 dənə bağlamam olmalıdır axı. Elə bil bununla bu bir bağlamanı çək. Bu Nazlı'nındır, bu Nərgizindir. Bu da yolka işığıdır. Hə,
onda saatı bu günlərim gətirəcəklər bizə. O başqasının içindədir yəqin. Bu yolka işıqıdır, yoxsa... Hayır, bu yolka işığı deyil, bu asmaq üçündür. Belə üstündə qar dənəcikləri var. Batareya ilə işləyir. Burada mənim batareyam olmalıdır. Xarab deyil, işləyir. Belə göstərim, üstündə belə qar dənələri olan bir şeydir. Nədir? Açdım, tökdüm. Bir dənə paltarlarımı yığışdırım. Mətbəxə gedənlər. Bunu apar, at maşına, paltarı yuyana. Gəlib bunu götürərsən. Apar, onu paltarı yuyana, bulaşıb. Apar. At maşına gəl. Apar o maşına at, gəl. Paltarlar var. Aç, at maşına. Aç. Ne oldu? Hər gün açdığın, söktüyün maşını indi açamırsan. Ataları maşına dursun burada. Çörək almışam. Yer kökü gic kimi almadım oradan. Qabları yuyub çıxmışam. Evləri yığışdırıb səliqə ilə qoyub hələ çıxıram ki, məndə xəstəlikdir. Hər şey yerində olmalıdır. Nazlı gələndə geyinir deyə stulun başında saxlayıram paltarını. Hər şey yerində yığılı olmalıdır. Bir dənə burada paltarlar var, yığmadığım. Onları da indi götürəcəm. Birinci. Sonra bunları bura eləmişik ona görə ki, qapının ağzıydı. Papam iş görürdü, yarımçıq qaldı, çıxası oldu. Şkafın için polkaları taxılasıdır. Bir də buranı pilisos deyəcəm deyə kənara qoymuşam. Tez tələsik çıxdım ki, nə qədər ki Nərgiz oyaqdı, yatmışdı. Papam çıxırdı, dedim papama qoşulum çıxım. Da papamın jaketi də qalıb giyeməyib isti olduğunu. Neysə ki, yer bulaşıqdır, gəlib soramayacağım. Nərgiz xanımı yatıstırmalıyım təzdən. Sonra toz soranıb paltarları yığaram. Ya paltarları yığıb sonra toz soram. Aram, suyumuz da veçni yerdədir. Hə, harada qalmışdıq? Bunu göstərmişdim keçən səfər, çox qəşəngdir. Temudan almışdım bunda. Nərgizin otağına gedəcək. Ha, can, açmıram. Yox, yox, açmırıq. Bu ucu. Ya da bunu atmayam. Sonra bayram qutarandan sonra təzədən işığı içinə qoyaram. Onda yerində olur hər şey. Birinci Nərgizinkini açaq. Hə, Nərgiz. Görək nətərdir. Necə gəlib. Bunu yeni ildə giyindirmək üçün almışam. Yekə olacaq, Nərgiz bir çıqqanaqdır.
Qəşəngdir, pis deyil. Buraları biraz elə bil o deyil, amma belə yaxşıdır. İçi də belədir. Belə. Şirin şeker boyunluğu var. Bebe yaxası. Az. Qolda. Baxım sən üstüvə tutum. Anaya dön. Mənə dön, üzüvü dön. Belə dön, fırlan. Fırlan baxaq olur sənə bu. Fırlan. Ay qız, üzüvü fırlan. Dön. Nəysə, yaxşı. Belə tutaraq. Ha, belə olacaq. Prosta tombuşluğu içində üzəcək. Geyindirmirəm, baxırdım. Hə, bu sənin. Mübarəkdir. Qəşəngdir. Xoş deyirsən? Xoşdadın? Hə, çiçədir. Geyindirim baxırsan? Geyindirim, yaxşı. Gözdə. Yumaq lazımdır. Yuyarıq. Burnumu silin, burnum axıb. Təmizi. Çəkil kənara baxım. Arxaya get baxım. Ayağa dur baxım. Güzgüdə get bax. Çiçəyə bax. Nə gəz? Ne güzel kıştı bu. Ne güzel kıştı bu. Allah, ne güzel kıştı bu. Ne güzel kıştı bu. Getir güzgüye. Ne güzel kıştı bu. Oy. De burada da var güzgü. Gel burada bak. Gel bak. Ay. Ne güzel kızdı bu. Be. Seni kurban olamaz. Следующее. Nazlı'nınki. Nazlı'nınki nəzik materialdır. Adi nəzik sportivlidir. Elə bilmişdim, bu da qalındır, yaxud nəzikdir. Belə üstündə valanları var. Şalvarının da kənarlarında valanları var. Belə. Şalvarı da. Bu da koftasıdır. Ve uzun qol, kapşonlu, yəni papaqlı. Belə bir şeydir. Bardov rəngdədir, tam qırmızı deyil. Bunun sintetikası çoxdur. İçi isti materialdır. Bu da kapşonludur. Ama üstünün sintetikası çoxdur bunun. Bunda böyük almışam, XL. Həyətin bomba düşmüş halı. Mənim əllərim. Bombacıqa düşüb bura. Baba düzənləyir ona görə. Oy, bugün də buralar səliqəyə salır. Baxın. Ehtiyatlı olun, ayağımı yandıraram, qoşuludur şey. Rakvina qoşulub. Prosta bilmirəm, inşallah bu paslanmaz. Ya buna nəsə çarə eləmək olar mı ki paslanmasın? Nəsə fikirləşmək lazımdır ki ora çox yağış yağmasın. Ya üstünü örtmək olar. Bilmirəm day. Belə,
qəşəng olacaq inşallah. Oy. Papam bəhbək tapşırıb ki, bu şeydir. Turbaları birləşdirmək üçün ütüdür adı. Ehtiyatlı olduğundan yanmayasan. Bir-iki başlıq çatmayıb. Getdi onları alsın. Buradakı hər şeyi söküb. Təzdən quraşdırıb. Bu navalça buradan üzdən gəlirdi. Onu salıb arxaya. Birisi qaz turbasıdır. Sonra borular falan burada. Nə qədər boru var idi. O boruların hamısı bu yana keçir. Hamısı deyəndə burada ancaq kombi olacaq. Yəni kombin şeşirləridir də. Kombi keçəcək ora. Sonra bu bilmirəm, ora mı qoyacaq, yuxarı mı qaldıracaq, nəsə planlayıb. Hələ bilmirəm dəqiq. Dedi ki, mən özüm eləyəcəm, sən axırda baxarsan. Nəysə ki, suyu bağlayıb indi. Belə, görək. Nə planlayır, nə eləyəcək, nəyə hara eləyəcək. Burada o qədər turba var idi ki, təsəvvür eləyin. Dəhşət idi. İndi onu düzəldir. Buradan su borusu, daha doğrusu kanalizasiya xətti eləyəcək. Oradan keçirdir, arxadan keçirdir. Gəlir birləşəcək ora, navalçaya. Oradan da aşağı burada kanalizasiya. Buradan da çıxış eləyib kanalizasiya üçün. Buradan da yenə oranın navalçaları fırlar gəlir. Hop, düşür ora. Oradan da altdan gələcək də elə bilməmsə. Bura. Ki su gələndə birbaşa divara olmasın. Çünki yağış yağanda və yaxud da mən həyəti yuyanda, nəsə olanda burada qar yağanda, əriyəndə hamısı evin divarına olurdu. Oradan da görürsünüz qopmalar var, nəmişlik olurdu. Olmasın deyənə buradan belə biraz qaldırır. Arxadan turbaları gizlədəcək altında. Elə bilin ki, belə bir şey olacaq. Burada da pləkan kimi qaldırıb. Belə. Xeyli iş görüb. Biraz uzun çəkir. Ona görə uzun çəkir ki, papa tək iş görür, tək eləyir də. Bu yaşında sağ olsun. Bütün nazımızı, bütün istəklərimizi yerinə yetirir. Mama ilə papa sağ olsun, ikisinə də. Nə qədər kömək eləyirlər mənə. Çox qəşəng olacaq inşallah. Allah bütün valideynlərin canını sağ eləsin. Oy. Belə burada da buradan çıxan daşlar idi. Bura belə olub. Niyə tam divara birləşikdir? Bura kərpiclə hörülübdür. Amma evin divarı daşdandır. Ona görə qapını bu tərəfdən eləyə bilmirdi. Mən oradan istəmişdim əslində qapı olsun. Yəni evin girişi çıxışı oradan olsun istəyirdim. Papa dedi ki, kərpicə bağlaya bilməyəcəm. Qapı çünki belə açılır. Belə açıldığına görə, yəni birləşmə yeri bura düşürdü. O da yaxşı olmurdu. Kərpicə düşürdü də, möhkəm olmayacaqdı, gücü çatmaz dedi. Ona görə o tərəfini divara birləşdirdi. Buranı belə hördü. İçəri tamam qutarıbdı. Cez, acın yanında çəkim şəkli mi? Çöldə də bura ancaq, yəni yəqin boyanacaq, ağaracaq, boyanacaq elə bir şeydir, divarlar falan. Bu tərəflə işimiz yoxdur. Bir buralar qalıbdı. Bu su xətti, kanalizasiya xətti çəkilsin, kombinin yeri falan düzəlsin. Baxın taleyi nə olacaqsa olsun. Sonra qalır. Həyətim biraz balacalaşıbdı gözümdə. Cımcıqqılış görünür. Bilmirəm, çox hər şey ortalıqdadır ona görəmi, yoxsa həqiqətən cıqqıllaşıb. Fikirləşirəm ki, stolu hardan qoyacağım. Buradan qoya bilməyəcəm. Bəlkə biraz bu yana belə uzununa qoysam, sırf yəni buradan da, onsuz da qapı oradan açılır. Buradan qoymaq olar elə. Belə uzununa qoymaq, sağdan sollu oturmaq mane olmasın.
Amma ora uca yerləşməyəcək yəqin ki. İndi yayda gələcəyinə baxarıq da. İnşallah sağlıq olsun, salamatçılıq olsun. Gələn yaya sağ-salamat çıxaq. Zamanı elə zamanədir ki, bu günümüzdən sabahımıza ümid güman yoxdur. Belə. Nərgiz yatıb, Nərgiz yatmışkən o şkaf deyəndə oranda içində artıq əski nə var idisə hamısı ortalıqdaydı. Dedim mən yığışdırım, atacağım şeyləri atım. Yığmışam ora ki lazım olar. Heç də lazım olmurlar. Yığdım hamısını tullamağa. Bu kraskalar çoxdan qalıb. Evin üst rəngləridir. Papam dedi o çoxdan quruyub. Ondan aşağı gördüm ki quruyub da həqiqətən də. Bunlar zibil. Bunlar atılacaqlardı. Sen oturdun diye o da oturur. Çiçe. Çekirdin de tez. Çektim de video çekiyorum prosto. Ne diş? Acını kucala. Şişi kupan olarım aşmen. Mustar. Oç. Bal peteği. O da Lipki'ye. Ürək göstərir bacı sənə. Sən nə qarırsan? Ki bu eləmir, ay qız. Kıkıbu. Kıkıbu. Allah'ım bu ne güzellikti. Nənəgilə gedəndə geyinərsən. Yeni ilə təzəsini alarım. Başqası. Nenegil hansı nenegil? Sevinç nənəgilə. Bugün nenegil. Öyle orada. Ay. Hamısını. Nergis. Nergis. Ay Nergis. Ay Nergis. Seni seviyorum Nergis. Ama ben çok susadım. Dökmüşəm də su. Hani? Dur, mutluş. Xoşbəxtdir. Nasıl hoşbaht? Hoşbaht. Sen papanı hoşbaht, ben reçetim hoşbaht. Demək, qızlar, mən çəkdim. Baxın bu, bura nəsə düşüb. Adi gözlə görmədiyim şeyləri kamera ilə görürəm. Bu dünən çəkdiyimdəndir, hazırladığım koreyski salatdandır. Görürsünüz burada yerkəklər çıqılı-çıqılıdır. Çünki rəndə gözündən keçirmişəm. Onun üçün bundan lazımıymış. Mən də videolarda gördüm ki, belə bir şeydir də. Yəni qalxıq kvadrat fasondur. Getdim bundan aldım. O birisi aldığım elə o birisilər kimi yumrudur, çıxartmır o. Elə xırda-xırda çıxardır. Nə istəyir? Su. Alapar. Hə. Bunun xırda gözü də var. Bu biraz iri gözüdür. Xırda gözü lap belə çözək-çözək eləyir. Bu amma biraz iri çıxardır. Baxın, belə uzun-uzun oldu. Tam koreyski salat. Elə aldığımız da belə olur. Dadı da demək olar ki, eynidir. Bir gün qalanda vəbşə super olur. Soyuducu da. Yəni dünən hazırlamışdım. Bugün yediyimiz daha qəşəng idi. Nazlı, yemək yeyəsiz. Ancaq bunu almışsın. Hə, ancaq onu almışam. Nə əlavə elədim? Burada hardasa nə qədər olardı yerkökü? Balaca-balacaydı. Nərgiz yox, əlinə verə bilmərəm. Get çıx stola, yappa gətirirəm, verəcəm. Get. Oy, nə danışırdım. Hardasa ona yaxın idi, bəlkə də az idi, amma balaca-balaca yerkökü idi. Dünən elədiklərim 5-6 dənə idi, biraz iri idilər. Elə bu qədər çıxmışdı onda da. Xırda-xırda idi, çox görünürdü də. Elə bir ki, qazanla biri idi, amma öldükcə belə azalır. Vurdum ona bir çay qaşığı uksus. Pişavo, yəni yeyilə biləndə uksus 2 cür olur deyəsən. Yeməklərə əlavə oluna bilən uksus.
Sonra 1 çay qaşığı oksus, 1 çay qaşığı istiot, 1 çay qaşığı duz, 1 çay qaşığı bunun özünün pripravası var. O. Sonra duz istiot, priprava, 1 diş sarımsaq, yarım armudu stakan qədər də yağı ocaqda isidirsiniz. Görürsünüz ki, уже istidir, pakka eləyir. Tökürsünüz bunun üstünə, yer kökünün. Başlayırsınız qarışdırmağa. Qarışdıranda baxın belə ölür. Öləndən sonra ağzını bağlayırsınız, qoyursunuz xaladenikə. Yaxşı olar ki, bir gün saxlayasınız, sonra yeyəsiniz. Heç olmasa bir 3-4 saat qalsın soyuducuda. Ki dadları bir-birinə keçsin, yer köklər ölsünlər. Yəni belə şıqır qalmasın da, belə necə izah edeyim sizə. Qəşəng olsun da. Belə. Sonra sapsarı suyu çıxır. Dadı da möhtəşəmdir. Əvvəl mən sevmirdim bunun dadını. Sonra yavaş-yavaş Elşadla yeyə xoşladım. Elşad əslində kökü sevən deyil. Bunu sevir. Baxın, bunun oksus 70%'dir pişevaya. Belə. Bu da rəndənin gözü sapsarı saraltdı yer kökü bunu. Nəsə dursun burada. Dursun, mən sonra yeyərəm. Nazlı yedi, qalanı gətirdi, qoydu ora. Qubqanı da şeyin bunları belə sürtəndə cırılıbdı. Təzəsini gərək çıxardım, almışam. Bir də burada biraz düyü elədim. Biraz qarışdırmışam altı üstünə ki, yağı keçsin. Əslində düyünü qarışdırmırlar, amma mən şey eləmədiyimə görə onu qarışdırıram. Yəni, nətər deyim, dəmləmə deyil də bu. Ona görə altının yağı üstünə qarışsın deyə belə qarışdırıram. Yana edirəm ki, hər tərəfi qəşəng pişsin. Belə. Düyün də üstünə döşəti eləmişəm. Dünənlərim artıq qalıbdı. Elə fikirləşirəm ki, onu yeyərik, qalmasın.